Bu üsulla üzüm tənəyinizi həm başqa yerə köçürə bilər, həm də çoxalda bilərsiniz. Hörmətli izləyicilərim, xoş gördük. Əgər üzümün 100% yer dəyişməsində və artırılmasında uğurlu nəticə əldə etmək istəyirsinizsə, qeyd etdiyim bu üsuldan istifadə edə bilərsiniz. Məsələn, fərz edin ki, siz burada üzüm olan yerdə iş görmək istəyirsiniz, üzüm sizə mane olur və onu çıxardıb kəsib atmaq istəyirsiniz. Bu zaman kəsməyə ehtiyac yoxdur, bu üsuldan istifadə edin. Bu cür gövdə ətrafını qazırsınız. Çalanı müəyyən qədər qazdım. Və indi buradan çala qazdıq, xəndək qazdıq. Üzümü gətirəcəyik bu hissəyə. Bizim yekunumuz burada olacaq. Yaxşı olar ki, çala 30-50. Nə qədər dərin qazılsa o qədər yaxşıdır. Yüngülcə bu cür əyirsiniz, bu cür, baxın. Baxın, çox gəlmir. Nə etməlisiniz? Bu cür sıxırsınız, yüngül. Belə. Burada heç bir sınma, zədələnmə baş vermədi. Yetər ki, düzgün edin. İstədiyimiz kimi artıq üzümün gövdəsi aşağı əyilir. Yox, əyilmir. Bu cür qalmalıdır. Üzümü zədələnmədən, yaralamadan mövcud yerindən başqa yerə köçürürük. Həmin ildə məhsuldarlığı da yaxşı olur. Üzüm heç bir problem yaşamır. Bu üsula el arasında lüğəndə, bastırma, basma və ən məşhur adı firqəndidir. Videonun ikinci hissəsində isə bu üsulla artırmanı göstərəcəm. Hörmətlər.